özü rəqs və idman təlimçisidir. Özü çox hərəkətli olduğuna görə bəzən beli tuta bilir belə. Biz də onunla baxdıq, müayinə elədik nevrologumuzdan bir yerdə. MRT istədik, MRT-də də 5.5 idi, 5 millik bir yırtıq çıxdı. Ondan sonraki etapda artıq nevrolojik müalicə və fizioterapevtik müayinə və müalicə başladı. İndiki vəziyyətimizdən yerədir, müalicəmizin bitib, artıq üstündə 2 həftə keçib. Yəni üzümdən, gülüşümdən bəllidir ki, ilk gəldiyimdə doktor da, bütün buradakı çalışanlar da, şagirdlərim də bilir ki, yeriyə bilmirdim. Yəni bildiyiniz divarlara belə tutunaraq yerirdim. Hər kəs biri mənim bu qolumdan, birisi digər qolumdan tuturdu. Amma xeyr, şükürlər olsun, hər şey əladır. Sürekli takip edirlər, Allah razı olsun, ilgilənirlər, soruşurlar, müayinəyə davam etdirirlər. Amma çox məmnunam, çox da sevinirəm. Çünki işim gərəyi mənim